Herkese salam dostlar. Bugün Minecraft'ta gördüğünüz kimi yüksəklikdən dərinliklərə qədər olan burada balaca bir kənddə deməli Mansion var. Burada 100 gün oyunu bitirməyə çalışacağam. Kanala like atmağı, abunə olmağı unutmayın dostlar. Abunə olduqdan sonra zillərin hamısını açın ki videolardan ilk siz xəbərdar olun dostlar. İndi isə keçək videoya. Deməli başlayaq birinci. Yavaş yavaş odun qırmağa. Hayır, bu tərəfdən qırım ki odunu götürüm. Kütüydən. Taxta da hələ ki kötüyü lazımdır mənə. Hoppa, buralarda bunları da bir iki dənə də qıraq. Bunlar lazımdır ki mənə buradan yuxarı çıxmaq falan qıra bilsəydim. Ha. Qıraq qoy. 3 dənə də olsa bəsdir onsuz. Görürsünüz aşağıda elmaslar var. Baba burada elmas, qızıl var. Burada da creeper var. İndi buradan yavaş yavaş yuxarıya çıxın. Baxım görüm buradakı bir dənə odun da olsa. Taxtaları burada baba düşürdüm az qalsın. Taxtaları burada boş-boş xərcləmək istəmirəm. Çünki onsuz da çətin tapılır. Yəni birdən bu boyda bunları dönüşdürmək. Əziyyət çəkməyim də. İndi mən bunu niyə atdım? Deməli, atmalı olacağım buydu. Bunu götürüm. Hələ ki lazım deyil. Yəni buradan necə gəldimsə bu tərəfdən qoyum. Buradan belə də məndən deyək. Bundan bir dənə çubuq edeyim. Çubuqdan da daş qazma edeyim ki mən. Daha doğrusu taxta qazmaya keçim ki. Aha, eləyə bilmədim bir də. Taxta qazma ilə daş dövrünə keçim. Oradan da ki tez bir şəkildə menşit dayaq onsuz da ki. Lapis də var. Düz yanımda lapis də var. Yəni zənginliklə dolu bir yerdir. Deyəsən bu bir yerə də açılır. Gedilir deyəsən. Deməli bir dənə balta eləyəcəm. Bir dənə də vəsə. Deməli götürək bunu. Bir dənə qazma. Sən bir ara get də məndən qurtula bilmədim bundan. Bir dənə qazma, bir dənə də ki balta. Baray. Ay Allah. Rayı atmaq necə idi? Ay da daş baltam getdi. Eybi yox. Burada bir daş var onsuz. Buradakiləri qırım yenidən. Mən qırdığım yer maraqlıdır ki, mən baxım görüm ora başqa hara gedir. Yəqin aşağıya doğru gedir, yoxsa başqa bir tünel yolu ilə. Bir dənə şeyə görə o boyda taxtam getdi yenə. Eybi yox. Hoppa. Gedək bax görək lapislərin yanında başqa nələr var. Məsələn bax bura. Ha yox, elə eyni yer deyil. Buranın aşağısıdır bir dənə prosta vəsə. Burası mən bura nətər gəldim. Buradan bunu qıraq. Buna da bir dənə hoppa. İndi buradan hara gedə bilər? Məsələn mən buradan yuxarıdaydım. Bir dənə də daş qoyaq. Ha, olmadı amma bu. Bir dənə də buradakı odunları da qıraq. 2 dənə taxtanı. Ray yenə düşdü. Bu ray məndən nə istəyir? Bax bunu qıraq. Altdakını götürdük. Ha. Dayan. Bu. Buradan. Hoppa. Özü bir dənə o taxtanın yeri yox idi, amma eyb yox. Bax görək burada bizim başımıza nələr gəlir. Buraya düz yerdir. Bu nədir? Ümid edirəm ki dəmirdir. Dəmirdir. Hə, dəmirdir. Deməli, beləliklə dəmir dövrünə də keçdik. Qızıla daha da çox yaxın olacaq. Elmasdır, qızıldır. Amma 3-cü dəmir 4 deyəsən hə. Daha da irəliləyir. Oo, bu xeyləm çox deyir burada. 5 dənə dəmirimiz var. Bunları götürək. Mənə nə lazımdır deməli. Bundan olmur indi. 2 dənə də ayda olmadı. Ev yox, biraz da daş qıra, fırın edeyim. Fırından da pişirim bunu. Prosta nə ilə pişirəcəm? Odunla yəqin ki. Kömür də tapsaydım çox qəşəng olardı.
Bir dənə buranın pis yolu, bir odunumuz yoxdur. Odun nətər götürür, onu bilmirəm. Bir dənə də ki, pişirməyə görə. Hara qoyuruq bunu, hə. Deməli, bunu da qıraq. Üzü belə düz gedək, bax görək, orada nələr var. Bax, bura. Ha, yox, bura. Qıraq. Levis kimi. Hoppa. İki yola ayrılır. Burada yenə də dəmir var. Zəngin bir yerdir. Dəmir dolu. Amma mənə kömür də lazımdır. Kömür də olsa mükəmməl olar ki, da bir də odunları el qırmayayım. Buradan mən ora çata bilərəm. Aha, indi bir. Ha, yox, bunlar kirdir. Bunlar lazım olmaz mənə. Yosunları götürərək eləyə bilərəm. Bura hansı yoldur? Hə, gəldiyim yoldur. İndi 1 2 3 buradakı yosunu da qıraq. 4 5 buradakı yosunları yenə də qıraq. Sandığı aça bilmirəm, mənə də biraz da lazımdır. Baxaq indi. Gələk məcbur bizi düşürdə də bura. Elmas, dəmir, lapis. Raylar elə də məndən bəl çəkmir. Mükəmməl, ray gedə bilərsən. Belə o tərəfə gedir. Baxaq, qabaqda zombi ətləri var. Balıq deyil bunlar, zombi ətləridir. Yemək də yaxşıdır onda. Üzü belə düz gedim. Heç nə öldürmədi. Birinci bölüm çox mükəmməldir. Yəni, belə bir şanslı heç yerdə yox da. Gedək yavaşda. Şans deyəcəm. İndi birazdan yıxılacam sonra. Yavaş çıxaq. Bax. Buraları bilmirik. Düzdür. Gəldiyimiz yolda bu yolun arxa hissəsidir. Baxaq. Dəmir isindir. Dayıcı bizə dəmir. Biraz pulu görəndən sonra coşuruq. Yenə də dəmirə möhtacıq əslində. Mənim odunum qutardı. Mən buradan odunu qırayım. Bir dənə qalxan eləyim özümə. Nə olar, nə olmaz da indi. Buradakı 2 dənə də odundan çubuğu eləməliyəm. Çubuqdan da bir dənə dəmir qazmaya keçməliyəm. Bir dənəsində dəmirləri də isitməliyəm. Elmasımız oldu deyə elə şey eləməyək çox da. Kömür də lazım deyil mənə. Mən burada kömürü amma tapa bilməyəcəm onsuz. Deməli, bunlar dəmirlər isinsin. Bunun mənə bir dənəsini ver. Buradan hop, çubuq eləyim. Bir dənə mənə nə lazımdır? Bir dənə qazma, dəmir dövrü, hoppa, keçildi. Qalan da ki, bax görək nə oldu acaqda sənə. Dəmirə görə, burada bir xeylən var dəmir. Dəmirə görə baxaq görək buradakı dəmirləri qıraq. Sonra da ölməyək, çünki buralar nəsə belə təhlükəli kimi gəlir, örümcəkli tıslayır. Yəni çox da buralara dəyməyim deyə düşünürəm. Hə də yəni, lazım deyil. Gəlmişəm buradakı meyvələri də götürüm. Canımız da azalmasın da yeməyə görə. İndi kömürümüz yoxdur, bir dənə məşaləmiz var. O mükəmməldir, onu da qoyaq bura. Bax görək. Burada 2 dənə dəmir də isindi, qaldı 6 dənə. Bunu daşı qoymaq da olmur, torpağı bəs yosun. Olmur. Onda 2 dənə də buradan. Dostlar, onda bugünlük bölümü bu qədər eləyək. Kanala like atmağı, abunə olmağı unutmayın. Deməli, bu bölüm köyün altındakı mentionda gəldim. Ben nə elədim? Qalxan üçün biraz da lazımdır. Gəldim, burada elmas tapdım, dəmir tapdım, yeni dövrə keçdik. Gələn bölümlərdə görüşmək ümidiylə kanala like atmağı, abunə olmağı unutmayın. Sağ olun dostlar.